İnsan vacibdir. Hər bir insan vacibdir ki, heç vaxt Allah'ı başının üstündə görən kimi, nəzarət eləyən kimi yadından çıxartmaya. Yadından çıxartmaya ki, mənə baxırlar. Özdə kim baxır? Məni yaradan özü baxır mənə. Biri var ki, bir məmur göndərir, ona bax, gör nə var, gəl mənə xəbər ver. O məmur necə desə, o cür qəbul olacaq. Amma biri var ki, yox, 10 ya 11 dənə bir dəfə oxumuşuq, şahid var insana. Zaman şahiddir, məkan şahiddir, mələkələr şahiddir, Peyğəmbər şahiddir, əsrin imamı şahiddir, sağ solda oturub yazan mələkələr, onlar şahiddirlər. Onların hamısının başının üstündə şəxsən özü nəzarət eləyir. Dua-i Kumel'də nə oxuyuruq? İlahi, bunlar şahiddir, amma bunların başının üstündə sən özün görürsən məni. Mənə baxırsan, məni çəkirsən, məni yazırlar, məni peyğəmbərlərin qarşısında dəftərimi açacaqlar, ona baxacaqlar. Onda mən neyniyərəm? Bir alim, bir müctehid, uzun illər Hovzədə, qumda əxlaq dərsi deyirdi. Böyüklərə, ustadlara əxlaq dərsi deyirdi. Ondan eşitdim, deyirdi qiyamətin günündə insana olan əzabların içərisində, o ki, bizim yadımıza düşmür, hamısından çətin, hamısından pis, ağrı verən, gözləri ağladan əzab budur ki, insanın abrı gedəcək. İnsan rüsvay olacaq. Da ora dünyadır deyə üstünə pərdə çək. Dünyada vacibdir üstünə pərdə çəkəsən. Keçdin otağa gördün biri günah eləyir, qapını bağladın, ixtiyarın yoxdur onu bir yerdə deyəsən. Haramdır əgər biri onu danışsa. Çünki gizlində günah eləyir o. Açıq günah eləyir, televiziyada baxırsan araq içir, o heç Allah qəbul eləsin. Da onu amı bilir. Onu da deməyə ehtiyac yoxdur. Amma əgər biri gizlin otaqda oturub haram iş görür, onun deyir abrın töhmə. O mömindir, o müsəlmandır, nəfs qələbə eləyib bir dənə günah eləyir. Sənin ixtiyarın yoxdur onu danışasan bir anda o yanda. Deyirsən demə, deyir özüm görmüşəm. Elə bilir ki, özü görsə hüccət tamamdır, birin rüsvay eləməyə. Yox, deyir bax, dünyada pərdə çəkir üstünə. Dünyada, necə deyərlər, örtbastır eləyir. Örtbastır eləyir dünyada. Mərhum Səduq bir rivayət yazıb, çox qiymətli, eşitməli rivayətdir. İndi qaydarıq bəhsimizə. Deyir ki, əgər bir nəfər gələ sənə deyək ki, filan kəs, sənin ki, bir dostun var, ya bir düşmanın var filan yerdə, tanıyırsan, adı da budur, o filan məclisdə sənin barəndə belə-belə söhbətlər elədi. Pis söhbətlər, pis fikirlər söylədi sənin haqqında. Sən də bu möminə bir nəfərdir. Bu çıxır, ikincisi gəlir. İkinci dostun gəlir, eyni sözü danışır. Deyir, filan kəs sənin barəndə belə dedi, mən də oradaydım. O çıxır, üçüncüsü gəlir. O çıxır, dördüncüsü gəlir. 40 nəfər sənə xəbər verir. Da bir nəfər, iki nəfər yox, deyəsən yalandır. 40 nəfər gəlir, deyir ki, filan kəs sənin barəndə belə fikir söylədi. İndi o adamı görübsən. Deyirsən ki, filan kəs, biz dut çörək yemişik, yaxşıdır, eşitdim siz belə bir söz. Yox, ayıbdır ki,
Ola bilməz. Belə şey yoxdur. İmam-ı Sadiq əleyhissalam deyir, o 40 nəfərə yox, buna inan. Bu ki dedi, yox, denən yox, yaxşı yox. Vəssalam. Mənası budur ki, o deməyib. Mənası budur ki, yəni o 40 nəfər nə üçün gəldi sənə dedi bunu? O 40 nəfərə demişdilər, ged ona xəbər ver. Yəni qoy abır getməsin, yəni qoy pərdə yırtılmasın, yəni qoy ehtiramlar qalsın. O bu dünya üçündür. Amma ahirətdə Quran deyir, yevmə tubləs sərair. Bütün batinlərin hamısı açılıb töküləcək. Hamı tanıyacaq kim necəymiş. Hamı görəcək, peyğəmbərlərin yanında o dəftər açılacaq. Ona görə də deyir, yolu tanı, yolu düz get. Sonra peşmançılıq olmasın, narahat olma. O amillərdən biri budur ki, biləsən ki, Allah başımın üstündədir.